Səmra, Hı. necəsən qızım? Yaxşıyam. Başlayaq suallarımıza. Hə. Aha, o zaman birinci sualı verirəm. Səncə mutluluq nədir? Anam, sən atam inci. Necə? Anam, sən atam inci. Anam, mən elə anam mənəm də. Ana, ata, inci, bacı, yəni elə. Afərin sənə. O zaman ikinci sualımızı verək. Sənin ən yaxın arkadaşların kimdir? Anam. Anan. Afərin sənə. Ana və anan. Bəs bacı? Bacım da atam. Bacın da atan da. Afərin sənə. Çox gözəl cavab verdin aşkım. O zaman üçüncü sualımızı verək. Hazır mısın? Böyüyəndə kim olmaq istəyirsən? Müəllimə, bir də rəssamcı, Rəssam. işte də. Nəmiş öyle. Kosmonavt. Hə. Aha. Allah qismət eləsin inşallah. O zaman digər sualımızı keçək. Sənə bir sual. Səncə dünyada ən gözəl kimdir? İnci və mən. İnci və sən, bacım və sən. Ama bak üç tane cam olsun. Daha bir sual. Bu sənin ən sevdiyin suallardır. Suallardan biridir. Sevdiyin karakterlər hansıdır? Karmi Maymelili Sinema Pikachu. Pikachu. Aha. Sonra o zaman daha bir sual verim sənə. Ən çox güvəndiyin kimdir yaxud kimlərdir? Kim adını dedim? Sen adam İnci. Ana, ata və bacı ilə. Afərin sənə. Çox şirinsən, bilirsən Səmra. Aha, tapdım nə sual verəcəm birdən. Niyə bu qədər şirinsən? Baldan şimdi. Baldan şirinsən. Niyə? Pikachu'dan daha şirinim. Pikachu olmuş. Niye şirin olduğunu bilmirsən. Alkışlar. Tamam, bilmədin niye şirin olduğunu. Səmra, sənə görə dünyanı gözəlləşdirən nələrdir, nədir məsələn? Sənə görə dünya niyə gözəldir? Dünyanı nə gözəlləşdirir? Ben Sonra, İnci. sonra sən İnci düz deyirsən. Sən İnci və sizin kimi uşaqlar. Elə? Afərin. Düz dedin. Eyni zamanda sizin kimi uşaqlar. Təkcə sən yox, İnci yox. Eyni zamanda sizin kimi uşaqlar, körpələr. Afərin qızım sənə. Daha bir sual verib yekunlaşdıraq. Nə verim? Bu qədər gözəl olmaq zorunda mısın? Ha. Niye? Niye? Bilmiyorum. Bilmirsən. Niye də? Bilmiyorum. Bilmədin. Səmra bu sualın cavabını bilmədi. O yüzden bir gitti yeni börek geldi.